Bismillah, velhamdülillah, vessalatu vesselamu ala Rasulillah, amma ba'd. Allah'a hamd olsun ki bizi oruç ayına, Ramazan ayına yetiştirdi. Ona sonsuz şükür ve hamd edirik ki bize hidayet verdi. Bu müqəddəs ayda hatırlatmalı olduğum bəzi mühüm məsələlər var. Edəcəyim xatırlatma əvvəlcə mənim özümə, sonra isə müsəlman qardaş və bacılarıma bir nəsihətdir. Allahdan diləyirəm ki, bizi onu zikr və şükür etməyə və ən əsası, ən gözəl şəkildə, ixlasla ibadət etməyə müvəffəq etsin. Birinci məsələ, bağışlanma üçün 3 fürsət. Bu ayda mömin üçün 3 böyük bağışlanma qapısı var. Peyğəmbərimiz Məhəmməd, Allahın ona salavatı və salamı olsun, səhih hədisdə belə buyurur. Mən qamə Ramadana imanən və ihtisabən,ğufirə ləhu mə təqəddəmə min zənbihi. Kim Ramazan ayını imanla və savabını yalnız Allahdan umaraq, ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar. Mən samə Ramadana imanən və ihtisabən,Ğufirə ləhu mə təqəddəmə min zənbihi. Kim Ramazan ayını imanla və savabını yalnız Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanar. Mən qamə leylətil qadri imanən və ihtisabən,Ğufirə ləhu mə təqəddəmə min zənbihi. Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar. Zikr etdiyim bu 3 böyük fürsəti müsəlmanın heç bir halda əldən verməsi yaxşı hal deyil. O, əgər bu fürsətlərdən birincisini əldən verərsə, onu ikincisi ilə əvəz etsin. İkincisini də əldən verərsə, onu üçüncü ilə əvəz etsin. Lakin hər 3 fürsəti də dəyərləndirməsə, onda o həqiqətən də böyük ziyana uğramışlardan olar. Ona görə də Cəbrail mələyi, Allahın ona salamı olsun, Məhəmməd Peyğəmbərə, Allahın ona salamı və salavatı olsun, dedi. Ramazan ayına yetişib bağışlanmayan kəsin burnu yerlə sürünsün. De, amin. Peyğəmbər də Allahın ona salamı və salavatı olsun, amin, dedi. Ərəb dilində işlədilən burnu yerlə sürünsün ifadəsi Azərbaycan dilində Allahın rəhmətindən məhrum qalmaq, böyük fürsəti əldən vermək, xüsrana və zərərə düçar olmaq mənalarını ifadə edir. Bu sözlər Ramazan ayının əzəmətini və bağışlama fürsətinin böyüklüyünü açıq-aydın göstərən güclü bir dəlildir. İkinci məsələ, niyə oruç tuturuq? Məgər məqsəd insanın sadəcə ac qalmasıdırmı? Məqsəd yalnız yeməyi və içməyi tərk etməkdirmi? Heç bir hikmət olmadan, adət olunmuş nemətlərdən səbəbsiz yerə uzaq durmaqmı istənilmişdir? Peyğəmbərimiz Məhəmməd, Allahın ona salamı və salavatı olsun, səhih hədisdə buyurur. Kim Ramazan ayını imanla və savabını Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanar. Əgər biz nə üçün oruç tuturuq sualının cavabını başa düşmək istəsək, bu hədisin kəlmələri üzərində dərindən düşünməliyik. Hədisin digər rəvayətlərində də imanla ifadəsi vurğulanır. Bəs imanla, nəyə imanla? İmanla ifadəsinin mənası, yəni orucun fərz olduğuna qəti etiqadla, onun dinin vacib hökmlərindən biri olduğuna inanaraq və bu ibadəti yerinə yetirərkən Allahın vəd etdiyi savabı təsdiq edərək oruç tutmaqdır. Mömin iman gətirib ki, Allah bu ibadəti ona vacib buyurmuşdur və buna görə də o bu əmrə itaət edir. Müsəlman eyni zamanda iman edir ki, Allah bu əmələ oruca görə mükafat verir və oruç tutanların əcrini kamil şəkildə ödəyir. Səhih hədisdə buyurulduğu kimi, oruç mənim üçündür və onun mükafatını mən özüm verəcəyəm. Bütün bunlar imanən kəlməsinin mənasına daxildir. Deməli, bu sadəcə insanlara qoşulmaq, yaxud adətə uyğun davranmaq xatirinə olmamalıdır.
İnsanın ailəsi oruç tutur deyə onlara uyğunlaşmaq məqsədi daşımamalıdır. Xeyr, oruc yalnız imanla olmalıdır. Üçüncü məsələ, orucun həqiqəti nədir? Peyğəmbər Allahın ona salamı və salavatı olsun buyurur. Əs-siyamu cünnətun. Oruc qalxandır. Başqa bir rəvayətdə Əs-siyamu cünnətun kəcünnəti əhədikum minəl qitali. Oruc sizdən birinizin döyüşdə qalxanı kimidir, deyilir. Bu o deməkdir ki, qalxan insanı oxdan, nizədən, qılıncdan qoruduğu kimi oruc da bəndəni oddan və oda aparan səbəblərdən qoruyur. Amma bu qalxan kimi günahlarla pozulmadığı müddətcə. Başqa rəvayətdə isə mə ləm yuxriqhə bil-ğeybəti. Qeybət etməklə onu deşməsə deyilir ki, mənası da tutduğu orucun savabını qeybətlə azaltmamaqdan çəkinməkdir. Yəni, oruc yalnız yemək və içməkdən imtina deyil, o həm də pis söz deməkdən, cahillik etməkdən, dava dalaşdan və bütün növ batil əməllərdən çəkinməkdir. Digər bir əzəmətli hədisdə Məhəmməd Peyğəmbər Allahın ona salavat salama olsun buyurur. فَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ فَلَا يَرْفُثْ وَلَا يَجْهَلْ فَإِنْ سَابَّهُ أَحَدٌ أَوْ قَاتَلَهُ فَلِيَقُولْ إِنِّي صَائِمٌ. Sizdən biriniz oruç tutduğu gün pis söz danışmasın, cahillik etməsin. Əgər kimsə onu söysə və ya onunla dava etsə, desin, mən orucluyam. Dördüncü məsələ, bizim Ramazandakı halımız və reallıq necədir? Allah Quranda buyurur, Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an. Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayı oruç tutmaq, namaz qılmaq və Quran oxumaq, həmçinin müxtəlif xeyir əməllərə vəsilə olmaq ayıdır. Bu ay təqva ayıdır. Bəs bizim Ramazandakı halımız necədir? Ramazan sanki alış-verişin canlandığı mövsümə çevrilmişdir. Bu ayda yemək çeşidləri çoxalır, qida məhsullarının reklamı genişlənir, müxtəlif təkliflər və endirimlər elan olunur. Yeməkdə, içkidə, geyimdə, ümumən alış-verişdə ifrata varılır. Bəs məqsəd budurmu? Əlbəttə ki, yox. Ramazan oruc ayıdır. Orucun hikmətinə görə alış-veriş zəifləməlidir. Çünki insanlar həmin müddətdə yemək və içməyi azaldar, oruc, namaz və Quran oxumaqla məşğul olarlar. Buna görə də onların bazarlara getməyə vaxtları olmaz. Orucun məqsədlərindən biri də mədəni ac qoymaqdır ki, bədən üzvləri harama əl uzatmasın. Həqiqət isə bunun tam tərsidir. Bu isə şəriətin məqsədinə tam ziddir. Bununla belə orucun həqiqətini anlayan və Qurana yönələn kəs müvəffəq olandır. Lakin bizim gündəlik həyat tərzimizə baxsaq, görərik ki, bəzilərimiz Ramazanda ibadətə geniş ya da heç vaxt ayırmır. Məscidlərə getmək, cəmaat namazına toplaşmaq, Quran oxumaq kimi vərdişlər güclənmir. Əksinə, yuxuya meyillilik artır, gecələr isə vaxt faydasız işlərlə israf olunur. Halbuki salih sələflərimizin halı belə deyildi. 3-cü Rəşidi xəlifəsi həyatda ikən cənnətlə müjdələnən Osman bin Affan, Allah ondan razı olsun, Quranı hər gün bir dəfə xətm edərdi. Böyük İslam alimi İmam Şafi isə, Allah ona rəhmət etsin, Ramazan ayında Quranı gündə 2 dəfə olmaqla 60 dəfə xətm edərdi. Və bu xətmlər onun namazdan əlavə oxuduğu idi. Ramazan ayının son 10 gecəsində Qədr gecəsi var. Uca Allah Quranda buyurur, Xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan xeyirlidir. Bir ay 30 gündür. 1000 ay isə 30.000 günə bərabərdir. Bu isə təxminən 83 ildən çox bir zamana bərabər olur. Yəni, tək bir gecə bu qədər böyük savaba bərabərdir. Əgər bir müsəlman 50 il Ramazan ayına yetişsə və hər il Qədr gecəsini ibadət etsə, bu
İnşallah 4000 ildən çox ibadət savabına bərabər olar. 5-ci məsələ tövsiyə xarakteri daşıyır. Ramazanın sonuna nə qədər qalmasından asılı olmayaraq, müsəlmanlara məsləhətim budur ki, bu Ramazanı insan özünün son Ramazanı imiş kimi keçirsin. Çünki insan növbəti Ramazana sağ qalıb qalmayacağını bilmir. Buna görə mömin bu mübarək günləri ibadət, Quran tilavəti, dua və digər xeyir əməlləri etməklə dəyərləndirməlidir. Və sallallahu ala Muhammedin və ala alihi və səlləm.